Bu gün Ulu Öndər Ümummilli lider Heydər Əliyevin 102 illik yubileyi münasibətilə Xəbər Qlobal TV.az veb saytının çəkiliş qrupbası Cəbrayıl rayon Əşrəf Hüseynov adına Əmirvarlı kənd tam orta məktəbində olmuşdurlar. Əmirvarlı kənd tam orta məktəbdə silsilə tədbirlər keçirilir. Tədbiri giriş sözü ilə açan direktor Lətafət Məmmədova bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev daim Azərbaycan xalqının ürəyində yaşayacaq. Ulu Öndərin doğum və anım günlərini təntənəli qeyd etmək hər bir Azərbaycanlının vətəndaşlıq borcudur. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində bugün Azərbaycan xalqı azad firavan yaşayır. Direktor Lətafət Məmmədova onu da qeyd etmişdir ki, Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, məğlub edilməz sərkərdə Cənab Prezidentimiz İlham Əliyev biz keçmiş məcburi köçkünlərə dədə-baba torpaqlarımıza qayıtmağımız üçün əlindən gələni əsirgəməmişdir. Direktor Orxan Əhmədov, izlədiyiniz üçün təşəkkür edirik.